Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Dövlət ipotekasına yararlı belə bir əla 5 otaqlı evimiz satışa çıxıb. Çöl görünüşü bu qaydadadır. 2 sot yarımda inşa olunub. Evin və torpağın kupçası var. Çox əla xarici görünüşə və daxil təmirə sahibdir. Evin daxil təmiri xaricindən daha gözəldir. Həyətənin sahənin işıqlandırılmasına demək olar ki, hər sütunda lampalardan istifadə olunub və lampalar, sensor lampalar da hava şəraitinə uyğun olaraq özləri avtomatik olaraq işləy vəziyyətə düşür. Evimizin çöl görünüşü bu qaydada hörmətli izləyicilər. İsti ağlaydan və deməli tarsovka müsədən istifadə olunub. Həyətən sahə bu qaydadadır. Uzaqdan dörolma sistemlə təchiz olmuş darvaza, piyadalar üçün əlavə kaletka qapı, mərkəzi kanalizasiya var, trap döşənilib həyətyanı sahəyə. Bu hissələrdən çıxarıb ağac, gül əkmək olar. Buradan zirzəmiyə keçid qoyulub. Evin 1-ci və 2-ci mərtəbəsi monolit beton, 2-ci mərtəbənin yekununda beton kəmər atılıb. Kombis aparatı burada quraşdırılacaq. Ünvan Masazır qəsəbəsi metroya gedən marşrut yolunun 100 metrliyi Daşqun bazarına yaxın bir ərazidir. 6 nömrəli məktəbin arxa tərəfi. Giriş isə bu qaydadadır. Pilləkəninə kimi betondan yığılıb, üzəri taxta ilə işlənib. 1-ci mərtəbədə kermogranit gördüyünüz hər bir yeri istipoldur, hörmətli izləyicilər. Dəhliz, sanuzel və mətbəx daxil olmaqla istipoldur. 2-ci mərtəbədəki sanuzelli istipoldur, ancaq ümumi otaqlarda radiator vasitəsilə isidilmə həyata keçiriləcək. Burada da kondisioner xətti atılıb, belə bir ayna yığılıb. Kollektor sistemi ilk mərtəbənin burada yığılıb, hörmətli izləyicilər. Hər mərtəbədə, hər otaq üçün əlavə görürsünüz, elektrik ayrıcısı quraşdırılıb. Bütün növ tikintiyə keyfiyyətlər riayət olunaraq inşa olunub, hörmətli izləyicilər. Burada yerləşir evimiz zal hissəsi. Belə bir zal hissə mövcuddur, baxın. Hər bir otağa balacasından böyüyünə kondisioner xətti çəkilib. Zalın pəncərəsi evinin həyətənin sahəsinə baxır. Radiatorun yeri, göz batareyanın yeri burada içəridə daxildə nəzərdə tutulub. Daha sonra keçək digər hissələrlə mən sizə tanış edeyim. Burada böyük bir mətbəx sahəsi yerləşir. Təxminən 3 metrin 6 metriyə 18-20 kvadrat metrli bir mətbəx hissə mövcuddur. Mətbəx də daxil olmaqla bütün otaqlara kondisioner xətti çəkilib. Arxa tərəflərdə məsafəsi gözlənilib, bura görürsünüz. Bu mərtəbənin yataq otağı təxminən burada 15-16 kvadrat metrdir. Daha sonra ilk mərtəbənin sanuzelin ölçüsü çox yaxşıdır. Asma tavanla yığılıb. Qalxaq 2-ci mərtəbə ilə tanış edeyim sizi. Pilləkəni də qeyd etdim, səhv eləmirəmsə. Pilləkən də betondandır. Darvaza da uzaqdan dörolma sistemləri. Pultu buradadır. Pilləkənin işıqlandırılmasına kimi işlər həyata keçirilib. Mərtəbə arası da monolit betondur. 2-ci mərtəbənin yekunda da beton kəmər atılıb, hörmətli izləyicilər. Baxın. Deməli, 2-ci mərtəbənin foyesi bu qaydadadır. Çox zövqlə təmir olunmuş bir evdir, həqiqətən də. Masazırda 6 nömrəli məktəbin arxa tərəfi. Metroya gedən 569 nömrəli marşrut yolunun 100 metrliyində yerləşir. Ətraf görüşü tamamilə yaşayışlı hündür evlərdən ibarətdir. Kənd evin daxili ilə tanış edeyim sizi. Bu mərtəbənin qiyməti endirilib 5000 manat. Əvvəlcə bu evi çəkib sizə 158 min manatdan təqdim etmişdik. İndi isə 153 min manata düşüb. Evin və torpağın kupçası var. Dövlət ipotekasına yararlıdır. Bura ailə üçün nəzərdə tutulmuş yataq otağı. Daha sonra bura növbəti böyük bir yataq otağı. Burada hardasa 20 kvadrat metrdən artıq bir yataq otağı var. Bütün pəncərələrdən də gün işığı çox rahat şəkildə düşə bilir. Arxa evlə gördüyünüz evlə arası 5 metrdir. Baxın, burada da belə bir otaq və son olaraq sanuzel. Mövcud qiyməti 153 min manat, hörmətli izləyicilər. Alıcılara endirim olunacaq. Əlaqə saxlamağı unutmayın. Satışda hər büdcəyə uyğun evlərimiz var. Kanala keçid alıb baxa bilərsiniz. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.